Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiq olunub. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qaydalarda hansı məqamlar yer alır? İzləyək. Bundan sonra kənd təsərrüfatı torpaqlarında yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb sökülən tikililərin inşa edilməsi və quraşdırılması mümkün olacaq. Ekspertlər deyir ki, tikintilər yalnız kənd təsərrüfatı təyinatlı olmalıdır. Həmin ərazilərdə ambarların, çalışan işçilərin qalması üçün ev və saxlanc yerlərinin tikintisindən söhbət gedir. Vətəndaşlar öz kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumi sahəsi 300 kvadrat metrdən böyük olmayan, hündürlüyü 5 metr aşmayan, yalnız yüngül konstruksiyalı sökülüb yığıla bilən materiallardan tikinti işləri apara biləcəklər. Vətəndaş bununla bağlı dövlət qurumlarına müraciət edərkən mütləq şəkildə həmin tikintinin söküləcəyi müddət orada qeyd olunmalı. Müddətin maksimal vaxtı 5 il təşkil edir. Bu mövzuda diqqət çəkən əsas məqamlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqlarda indiyə kimi tikilən yüzlərlə evin sənədləşdirilməsi məsələsidir. Ekspert bildirir ki, bunun üçün tikilinin təyinatının torpaq təyinatı ilə eyniləşdirilməsi lazımdır. Bu əmlakların çıxarışda təmin olunması üçün mütləq şəkildə onların torpaqlarının təyinatı dəyişilməli və bunun kütləvi hal alması üçün düşünürəm ki, yaxın gələcəkdə bu sahədə amnistiya tətbiq olunarsa, torpaqların təyinatlarının dəyişdirilməsi bir mənalı olaraq güc tikkilərində çıxarışla təmin olunmasına gətirib çıxara bilər ki, bu da ölkədə mövcud olan 100 minlərlə çıxarışsız fərdi yaşayış evlərinin və torpaq sahələrinin çıxarışla təmin olunması ilə nəticələnə bilər. Ekspert onu da qeyd etdi ki, həmin evlərə çıxarış verilməsi dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yaradar. Çünki evlər torpaq və əmlak vergisinə cəlb olunacaq. Beləliklə, onların satışı ipoteka yolu ilə də mümkün olacaq.